Bismillahirrahmanirrahim. Quran İsra surəsi 70. Biz Adəm övladlarını üstün etdik, hörmətli etdik. Onları quruda və dənizdə miniklərlə daşıdıq. Pak nemətlərdən onlara ruzi verdik. Onları yaratdıqlarımızın çoxundan üstün etdik. İnsan yaradılışda göz bəbəyidir. İnsan ümumiyyətlə bütün varlıqdan üstün hesab edilir. Ariflər deyirlər ki, kainatın ən üstünü insandır. İnsan adlı varlıqdır. İnsan bütün həqiqətləri özündə daşıya biləcək bir varlıqdır. İnsan Allahın əsmalarını, Allahın isimlərini, insan Allahın isimlərinin təcəllah yeridir, məzhəridir, təcəllah məzhəridir, belə deyim, isminin məzhəridir. Biz Allahı əks etdirən bir aynayıq. İnsan belə bir müqəddəs, üstün bir varlığa çevrilə bilər. Təbii ki, insanın bu potensialı var. İnsan bütün varlıqdan ona görə üstün hesab olunur. Göz bəbəyi deyirlər. İrfanda deyirlər ki, insanın tərifi, insanın mənası, göz bəbəyi. İnsan necə göz bəbəyindən ehtiyatlı olur, Allah da insandan o cür ehtiyatlı olur. İnsanla ehtiyatla rəftar edir. Bütün varlıqların nisbətdə ondan ehtiyatla rəftar edir. Allah üçün biz bir aynayıq. Allah öz həqiqətini bizdə əks etdirir. Onun isimlərinin məzhəriyik. Belə bir varlığa çevrilə bilərik biz. Yer üzündə xəlifə budur. Xəlifə bilirsiniz nədir? Xəlifə, yəni ilahi, mən sənin aynanam, mən sənin güzgünəm, mən sənin bütün həqiqətlərini özümdə daşıya biləcək bir varlığam. Allah dini bunun üçün göndərir. Allah Quran-ı Kərimi bunun üçün göndərir. İnsan oxusun, insan nəfsini islah etsin, elmlənsin, nəfsini təzkiyə etsin, belə bir varlığa çevrilsin. Ona görə deyilir ki, alimə baxmaq ibadətdir. Əsl alimə baxmaq ibadətdir. Çünki alimdə Allahın isimləri təcəllah edib. Alimdə Allahın isimləri əks olunub. Alim də mərhəmətli olur. Çünki Allahın mərhəmətini özündə daşıyır. Alim sevgi dolu bir alim olur. Cəmiyyəti sevir, məhəbbəti var, ürəyi yanır cəmiyyətə. Yəni əslində belə olmalıdır. Çünki Allahın mərhəmətini özündə daşıyır. Biz böyük bir varlıq. İnsan, sən bilməlisən ki, necə bir məqama sahibsən. Hansı məqama sahib ola bilərsən. Sən bütün varlıqlardan üstünsən. İnsana belə deyirlər, insan özündə bütün aləmləri cəm edib. Onun daxili o cür yaradılıb ki, bütün aləmlərin, bütün həqiqətlər onda cəm olunub. Kavnul cami deyirlər irfan elmində. İnsan kiçik bir aləmdir. Bəzən deyirlər, insan böyük bir aləmdir. Əslində, aləm özü kiçikdir. İnsanın daxili böyük bir aləmdir. Bütün bu aləmi insan özündə daşıya bilir. Belə bir mərhələləri keçib Allaha qovuşa bilir. Yeganə varlıq insandır ki, Allahla görüşə hazırlaşmaq üçün bu dünyaya gəlib. Allah onu yaradıb bu dünyada və onu özü üçün görüşə hazırlayır. Özü üçün görüşə hazırlamaq üçün ona yollar göstərir, dini göndərir. Oruç tut mənim bəndəm, nə üçün? Mənimlə görüşə hazırlaş. Birdən-birə məni görə bilməzsən. Birdən-birə qəlbin məni qəbul edə bilməz. Bu mübarək Ramazan ayında orucu tut. Bu mübarək Ramazan ayında orucu tutmaq da məni xatırla. Hətta halallardan çəkinməklə, dünya nemətlərindən çəkinməklə aləmə, mənim aləmə yönəl və mənim aləmə yönəlməklə sən mənimlə görüşə hazırlaşırsan. Liqaullah deyirlər buna. Allahla görüş. Bu ay Allahla görüş ayıdır. Allah deyir, mən insanı üstün etdim, bir çox varlıqdan üstün etdim. Allah, bu sözü məcazi deyirəm, Allah bəndələri üçün səy edir, çalışır. Allah da bəndələri üçün çalışır. Allah əlindən gələni edir ki, bəndəsini hazırlayıb özünlə görüşə gətirə bilsin. Belə bir Allahdır. Allah bizə çox dəyər verir. Həqiqətən bu pafosla danışılan söz deyil. Həqiqətən Allah bizə çox dəyər verir. Çox sevir Allah bizi. Dəyər verdiyinə görə din var. Din kim üçün göndərilib? İnsan üçün.
Din heyvan üçün göndərilməyib ki. Din insan üçün göndərilib. Din, Quran məktubdur. Allahın bir məktubudur. Allah məktubu göndərib ki, filan şeyləri et. Gəl, səni gözləyirəm. Görüşümə gəl. Filan yerdə səni gözləyirəm. Cənnətdə səni gözləyirəm. Öz cənnətimdə səni gözləyirəm. Bu ay, bax, həmin o görüş ayıdır. Ariflərin sevdiyi aydır. Mübarək Ramazan ayı bu aydır. Allah bizləri bu ayda görüşə hazırlaşanlardan qərar versin və layiqincə, gözəl şəkildə Allahla görüşənlərdən olaq. Gözəl hazırlaşaq. İnsan böyük bir şəxslə görüşə gedəndə ətirlənər, yaxşı geyim geyinər, qəşəng libas geyinər. Düzdür? Bəli. İnsan da daxili libasını geyinir. Allahla görüşsən, daxili ətir vurur, ruhuna ətir vurur. Allahın göndərdiyi o qayda qanunlarla ruhuna ətir vurur. Ona itaat etməklə ruhunu gözəlləşdirir, ətirləndirir. Gözəl libas geyinir, təqva libasını geyinir ki, o təqva libası ilə Allahın görüşünə gedir axı. Məşuqun görüşünə gedir. Onun görüşünə gözəl şəkildə getsin, qəşəng şəkildə getsin, gözəl geyimdə olsun. Təqva libasını gözəl seçir. Hətta təqva libasının rəngini də seçir. Hansı rəngdə olsun, necə olsun. Allahdan istəyirəm ki, bu ayda bizi Allaha aşiq olanlardan qərar versin.